10 mindən, 3000 manat pulla evdən çıxırdım. Qardaş, evə qayıdırdım 5 manat pulla. Ki, əlimi nə vaxt cibimə salıram, kes yaşayıram. Yəni ki, məni narahat edir də. Ürəyim istədiyini də deyə bilmirəm ki, bax, qardaşım bunu ürəyim istəyir, bunu istəyirəm. Yəni ki, onu da gəlib deyə bilmirəm. Nə bilim, belə qalıram biraz. Düzdür, bilirəm müvəqqətidir də, bu qranço 3 aylıqdır da. Amma yenə də baxıram ki, narahat eləyir də. Dedim, bölüşüm bəlkə çıxar məni. Sənə obratna svязь var, intiqam. Bu pul qranitsası belə bir şeydir ki, mənim istifadə dövrümdə gün olurdu ki 5 mindən, 10 mindən, 3000 manat pulla evdən çıxırdım. Qardaş, evə qayıdırdım 5 manat pulla. Dəxlisi olan, olmayan yerlərə mən pul xərcləyirdim. Kontrol yox idi məndə. Amma mərkəzdən sonra ikinci mərhələni keçəndə, o gün ərzində günümü 10 manata yaşamaq mərhələsini keçəndə, qardaş, onu dürüst keçdim deyə, mən bugünkü gün artıq 2 ilimin tamamına doğru gedirəm. Mənim məqsədlərim var. Mən pulu düzgün xərcləyə bilirəm. Mən, например, 2 ilimin tamamına məqsəd qoymuşam ki, bunları məndə o yaradıb, o 10 manatlar. 10 manatları düzgün xərcləmək, əlimi cibimə salanda sıxılmaq, pul xərcləmək istəyəndə xərcləyə bilməmək. Bildiniz? O 3 aydan sonra bunlar məndə yaranıb. Və pul yığa bilirəm, pulu kontrolla xərcləyə bilirəm. 2 ilimin tamamına məqsəd qoymuşam. Yəni, inşallah ki, qismət olsun, maşın istəyirəm alım. İnşallah. Yəni, bu pul qranitsası çox mühüm məsələdir bizim həyatımızda. Çünki biz o nəinki istifadədə, ona əməl eləməyəndə, qardaş, ayıqlıqda da biz pulu kontrolla xərcləyənmirik. Baxırsan ki, istifadədə də 1000 manat maaş alırdın, tutaq ki, borcdaydın hər ay, ayıqlıqda da kontrol yoxdur, 1000 manat alırsan, yenə də borcdasan. Bir növ insan qəlb rahatlığı itir. Amma onu kontrolla xərcləyəndə səndə pastayanla rovn olacaq da, sənə sastayanıya. Pis olmayacaqsan. Heç vaxt qəlb rahatlığın pozulmayacaq. Müəyyən zamandır. O zamandan sonra ailənlə gedəcəksən, rahat da salacaqsan əlvi cibvə, pulu da çıxardacaqsan, xərcləyəcəksən də. Amma bugünkü gün sən 5 manatlıq siqaret çəkmə. Çək 3 manatlıq. Bugünkü gün taksi ilə arasa getmə. Ged avtobusla. Pişkom get. Onları yaşa. Aydındır fikrim. Dəstəyi varsın. Minnətdarlıq var. Sağ ol. Sağ ol.